Yaddaş problemi yaşayan insanların etdiyi 3 əsas səhv. Hər şeyi təkrar oxusam da yadımda qalmır. Təkrar oxumaq heç də yaddaş probleminizi aradan qaldırmayacaq. Oxuduqlarınızı danışmaq, yazmaq və özəlliklə də vizuallaşdırmaq sizə çox kömək etmiş olacaq. İkinci əsas səbəb stresslə unutqanlıq arasında əlaqəni tapa bilməməkdir. Çox vaxt sizin yaddaşım zəifdir dediyiniz stresslə bağlıdır. Yaşadığınız stres faktorunu aradan qaldırın və özünüz də görəcəksiniz ki, yüklənmiş sinir sistemi sizin yaşadığınız bu problemi qısa müddətdə aradan qaldırır. Üçüncü əsas səbəb isə multitasking dediyimiz eyni anda diqqətin bir neçə işə və ya bir neçə öyrənmə fəaliyyətinə yönəlməsindən ibarətdir. Hər işinizi sıralı şəkildə, öyrənmənizi isə tək-tək yerinə yetirsəniz, bu kimi unutqanlıq probleminizi aradan qaldırmış olacaqsınız.